Bəs əgər nəyisə də istəyiriksə də ki, düzəlsin, məsələn, hər kəs götürüb elə lap 1 aylıq maaşını verir. Əgər razıdırsa da ki, nəsə qurulsun, nəsə tikilsin. İndi məsələn o girəcəyi koridoru, o pilləkəni ki düzəldiblər, bilmirəm fikir verdinizmi? Onu Yusif müəllim düzəldib də öz cibindən, öz xərcinə. İndi onu dekan seçiləcək, eləyir, sağ olsun. Amma indi bu təklif ki, indi bizdən irəli, bizdən gəldi, deyək ki, turizmin müəllimlərindən gəldi. Yəni onu biz deyə bilmərik. Amma yenə də neçə düşəcəksə 100 manat, 80 manat, 70 manat, indi bəlkə də həriyə yenə də deyirəm, biraz artıq, biraz əksik. Sadəcə olaraq mənim deməyim odur ki, bu bütün 6 şöbə arasında bərabər bölünsün. Məsələn, mən düşündüm ki, artıq o 500 manatı biz öz aramızda bölərik ki, 05-lər neçə versin, bir ştatlar neçə versin, texniki işçilər neçə versin, o əvəzçilər və saat hesabı. Onu biz öz aramızda bölərik.